Sumqayıtda yolun çökməsi ilə yaranan təhlükə hələ də davam edir. Aidiyyatı qurum ərazidə təhlükəsizlik məqsədi ilə sədlər və xəbərdarlıq nişanları quraşdırsa da, sakinlər təmir aparılmadığını deyir. Yəni çökən yol sürücülər üçün ciddi maneəyə və təhlükəyə çevrilir. Problemin həlli niyə yubanır? Yol nə vaxt normal vəziyyətə salınacaq? Baxaq görək bu barədə konkret nəsə deyən olubmu? Olduğumuz bu yer Sumqayıt şəhərinin əsas hərəkətli küçələrindən biridir, yəni Çerkasi küçəsidir. Bir müddət əvvəl burada yolun bir hissəsində çökmə baş verib. Nəticədə isə aidiyyatı qurum tərəfindən yolun bir hissəsinə məhdudiyyət qoyulub, bu cür sədlər yerləşdirilib. Ancaq sakinlər deyir ki, işlər sadəcə bununla bitib. Heç bir təmir bərpa işləri aparılmır. Bu isə həm sakinlərin, həm də ki sürücülərin bu ərazidən hərəkətinə çətinlik yaradır. Yolda çökmə kanalizasiya quyusunun ətrafında baş verib. Ərazi xüsusilə sürücülər üçün ciddi maneəyə çevrilib. Yolun hərəkətə açıq olan hissəsində yaranan böyük çatlar da sürücüləri narahat edir. 2 həftədən yuxarıdır bu belədir. Mən hər gün gedib gəlirəm. Yolda darısqallaşıb həm piyadaların keçidiyi üçün, həm də maşınların keçidiyi üçün görürsünüz ki, çətinlik yaranıb. Maraqlanan yoxdur. Bəzi maşınlar, hündür maşınlar bu bordürün üzərindən keçir gedir ki, yəni o sıxlığa düşməsin deyə. Bu piyadaların da yolu kəsilir. Biz uşaqların məktəbdən çıxan vaxt olur. Bir də səhər-səhər saat arası 7-8 arası biraz onda sıxlıq müşahidə olunur. Ondan sonra normaldır. Əgər bir tərəfli gəlsə, hamı yüklənir yola, orada çökəydi onun aşağısı. Avtomatik o çökəcək aşağı. Bu çatlar yox idi. Bu çatlar təzə əmələ gəlib. Bəs problem niyə aradan qaldırılmır? İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ATV xəbərə bildirildi ki, tullantı su xəttində qeydə alınan nasazlıqla bağlı əraziyə qəza briqadası cəlb edilib. Hazırda araşdırma aparılır. Xəttəki problemin mənbəyi aşkarlanandan sonra müvafiq təmir bərpa işlərinə başlanılacaq. Əkbər Əlizadə, Əziz Əzizov, Sənan Bəhrəmli, ATV xəbər.